سلام و عرض ادب siz aziz və möhtərəm binəndələrimizə təşəkkür edirəm ki, bölümdə bizimlə yol bir olubsuz və umudumuz vardır ki, bu bərnamələr bizim şəhrimizə yadigar olalar. Özünüz bilirsiniz ki, bu bərnamələrdə tamam qədim şoğluları dənə-bədənə axtarırıq, tapırıq, ola yad eləyirik və xub zəhmət çəkənləri vardır ki, salهای sal illər boyuncadır bu yolda işləyiblər, fəaliyyət eləyiblər və bizim fərhəngimizi, sünnətlərimizi və sənətimizi və hirfələrimizi bura yetiriblər. Və bölüməm aşina olacağıq آقای حسین زینالی در واقع رده شغل boyaqçılar və rəngrəzlər. Salam arz edirəm xidmət Aleyküm Xoş selam. gəlibsiniz bizim Sağ bərnaməmizə. olasınız, lütf etdiniz, Çox zəhmət sevindik sizin görməyinizdən, zəhmət məmnunam. çəkibsiz, vaqən biz izhar xoşhal eləyirik ki, siz bu şoğullarda varsınız və bu cür şoğluları axtarırsınız, tapırsınız. Sağ olasınız. Vəzifəmizdir ki, yad eləyək, bunlar hifz eləyək, bizim qədimdən qalıb, dədədən, babadan qalıbdır bunlar. Və bunlar Yad zində eləyək, eləyirsiniz. zində olar və qalalar vaqəən tariximizdə zəhmətlər çəkilibdir. İndi məsələn karxanəyə vəsait çıxandan bu yana کلی به قول معروف دیگه شاید بی دل راحت olur. ولی خب bir silsilə şoğullarda yavaş-yavaş əldən gedir. Aradan gedir. Xatirələr ki, uşaqlıqdan biz در واقع bulan hamısına bizə indi yadigar olub da. Bunlar indi xatirə olub. Bəli, Əvvəl özünüzü kamil mənəfi eləyin, buyurun. Hüseyn Zeynali Hacılarıyam mən. Mütəvəllid Şəhristan Qərəziyyatdan Rustayı Hacılar. Bəli, Ki əlbəttə indi rustalıqdan çıxıbdı şəhərdir. Bəli, şəhər orada bir Hacılardan. məntəqədir ki, vaqəən özünə görə elə ixtisası neçə video istəyir ki, o hacılara da mərif eləyir ki, özünə görə böyük şəxsiyyətləri var, böyük elm adamları var, dökülləri var və ustadan danışgahları vardır ki, oranı da özünə inşallah qismət olsa bir gün gələcəkdə xətmən oradan da video zəbt edir. Özünüzü kamil mərif eləyin, buyurun ki, neçə yaşınız vardı və neçə ildir bu işi başlayıbsınız? O cür ki, ərz elədim, bəndə Hüseyn Zeynali Hacıları mütəvəllid 1339 سال 1374-dan bu şəhrə mühacirət eləmişəm, bu şəhrə gəlmişəm və bu şoğlu bir dənə ki, dostum vardı, onun köməkliyi ilə başlamışıq. Bəli, bəli. İşinizdə məncə ora kimi görürəm, həm elə bir fərşi pirəhlisiz, həm در واقع libas. Bəli, bəli. Başlayan iplər kölən istəyir rəhlənə, nə mənə mərahil vardı ki, işlərin kölən təriflən ki, məsələn, fərz elən ipçi gəlir sizə, indi tolid olur. Neçə model ipiniz var da, ola buyurasınız, nə cür rəhlis ola buyurasınız. İpləri ki, biz məsələn, bir fərşi ki, istəyir bir dənə baxəndə fərşi qoya, əvvəl gedir ipin sapını özü təhiyyə gətirir. Biz bura fəqət bizim kargahımıza bu ünvan rəngirəz eləyirik. Onlar der modelهای müxtəlif, neçə rəng, bir də məsələn fərşlər vardı. Nəqşədilər 70 rəngi, 80 rəngi vardı. Onların hamısını biz bir haləti tərkibi ilə ki, 3 dənə rəngi əsli vardı, onlardan təhiyyə eləyirik. Təhiyyə və rəngirəziyə, iqdam eləyirik rəngirəziyə və müştərinin əlinə veririk ta apasından istifadə eləsinlər. 3 dənə rəng əslilər hansı qırmızıdır fikir edirəm? Qırmızıdır, sarıdır, abidir. Abidir. Bunların üçündən siz ənva və əqsam rəhlər çıxardırıq. Bəli. Bir də rəhlərimiz iki cürədir. Bir rəngihay asididir, bir rəngihay nəməkidir. Rəngihay asidi o pəşmidən xatirdir. Bəli, onlar pəşmə yunu bəli, mord istifadə qərar tapır. Bir də rəngihay nəməki ki, fəşlərin arqaçları vardı. Arqaçlarına ki, məsələn, fərşi ilməni salırlar. Bir seyri salandan sonra bir dənə onlardan ki, ötürəllə və sətrə onu arqaçdır. Tarufu da oluyor da, bəli. Əsli ipi sapları saxlayan odur. Bəli, odur. Düzdür, bəli. Ona da o rənginlə bu rəng fərqli, ona da rənghay nəməki vururlar. Bəli. Bəs prosələr budur, kölən işin mərahili budur ki, bir də məsələn fərzələrin indi siz bir dənə ipi gətiriblə ağ rəhləridir da, hamısı ağdır. Siz ağdan başlayırsınız, məsələn istəyirsiniz, bənəfşi vurasınız. Buna xub təbiətən bir miqdar qırmızıdan, bir miqdar abidən qatsınız. Ola mütəfavit miqdarlar vardı, tabi gələ bənəfşi çıxır məsələn. Bəli, əndazələr vardı, gəlin əndazələrin
təyin edirik. Bu qabda məxlut edirik. Aha. Bəd əzinki məxlut elədik, bu suyumuz da gərəkdir haləti cuş olar. Cuş olar. Hə, Rəhlər geçer. bəli, cuş olmasa rəngi olmaz. Onda rəh gedər rəh Bir verir. dənə در واقع ipi ki bazardan gəlib bura müştəri gətirir sizə. Əvvəl başlayırsınız ki, bunu rəhləyəsiniz. Nə qədər zaman aparır ta bu bir dənə məsələn ip, məsələn kələf ip bu rəngi götürər. Təqribən hüdudən yarım saat, 45 dəqiqə. Aha. Bu Sonra qurutması zadı da var. qurutması zadı da məsələn dəstli müştəri olur da. Biz Aha. bir də təhvil veririk ki, yaş özü aparır evdə qurudur. Ha, bəs yaş aparlar. Bəli, yaş aparlar qurudurlar. Qurudurlar. Bəli. Çox Çünki nəinki yerimiz biraz darışlıqdır. darışlıqdır. Burada eşiyə atmaq olmaz. Çünki Çox özləri elə ki, ətəyi amadə dərərci bir gün bir dənə fərşi boyuruq, Bəli. ya bir gün ya 2 gün. Düzdür. Dönəsi günü gəlirlər, götürürlər, aparırlar. Düzdür, Hə. İcazə verin biraz qeydək qədim zamanlara, dədə babalarımızın zamanına. Yad eləyin ağazdan, yad eləyin qədimdən ki bu işi başladınız, o zamanı başladınız. Kullən mən ağam zadım bu işdə kullən daha yoxdur, işlələr yoxdur. Bəli, özləri keşavərz idilər. Fəqət mən bir dənə dostumun təvəssütü ilə gəldim bu işi burada və şəhərdə başladı. Başladı. Çox qəşəng. İndi ilə qədimi siz bir tıqlı müqayisə elən. İşləriniz o zaman nə cür idi, indi nə cürdür işləriniz? İşlərimiz o zaman qəşəng idi. Bir əvaildə ki, məsələn biz buranı açmışdıq. Əslən rövnəqi çox idi. Bafəndə çox idi. Və mürur zaman məsələn indi gəlibdi elə bafəndə də biraz azalıbdı. Bəli. Himayətləri olunmur bafəndələrdən. Bəli. O surətdə. O cür bu biz gəlmişik indi burada bu halətə yetişmişik. Salamatlık olsun inşallah. Xatirələrinizdən deyin, qədim zamandan ki bu işi başladınız. Məsələn fərz adam əvvəldə ki və qolu işi kamil başarmır. Ehtimalı vardı məsələn bunu surəti çıxadacaqdı, gətirib bir də məsələn o rəngi qırmızı kamil çıxardır. Xatirələrinizdən gülməli xatirələrinizdən də olsa desəz, şənəvəndələrimiz və bu qolu binəndələrimiz xoşal olarlar ki onu da eşitsinlər xatirələrinizdən. Buyurun lütfən. Əvvəl işi ki məsələn mən gəldim burada gördüm bir dostumun təvəssütü ilə. Mən əslən iş bilmirdim, başarmırdım. Mən fəqət ona baxardım. Mən baxırdım. Bəli, mən ünvan nizarətə baxırdım ki, görəm bu məsələn bir dənə bir qolu cənabız rəngi bənəfşə nə mənə rəhlər vurur, nə miqdar vurur. Bəli. İttifaqən o bax təqribən bir iləcən mən elə bu halətdə şagird baxırdım. Bəli, əslən zad eləm. Əslən mən fəqət dəstiyar idiniz da. Məsələn bir qoyura onu gətirir. Bəli, dəstiyar. Sonra bu kulli halətdə bir məsələn 1 il, 2 ildə keçəndən sonra özüm məsələn o başladınız əvvəl rəngi. O zaten ki qabı içi varımızdı, rəngi tərkib eləydik. Onu yavaş-yavaş aldıq əlimizə və işlədik. Əvvəlin rəngi vurdunuz. Bəli, əvvəlin rəngimizin bizim də əvvəlin rəhlərimiz həmin o noxududur ki, yox ondan asanı yoxudur. Hansı rəh? Odur, bu sarı nisbət. Bəli, fərşi bafəndədir, bunların rəsmində noxudu deyirlər ona. Ya nəqşədə, ya zadda. Məsələn, həm məşədə ki, bəli. Çünki asan tərimiz rəngi odur. O nə mənə ilə bunlar hamısı şimyai rəhdirlər. Bəli, şimyaidirlər. Qədim zaman eşitmişdim, məsələn birdən görərdin, bəzi rəhlərin tərkibinə məsələn ağacların yarpaqlarından istifadə eləyərdilər. Ya birdən məsələn fərzət birdən rişə bəzi ağaclardan. Ya məsələn bəzi meyvə, bəzi ağaclardan. Bəli, məsələn ənar qabığından, cəviz qabığından bunlardan təhlil. Muntabilisiz Aybər, indi məsələn qədim rəngi az olurdu fərşin rəngi. Bir də məsələn 4 dənə, 5 dənə rəngi olurdu. Tənəvvür rəng çox. İndi çoxdur. Bir dənə fərşdə gəlir 50 cürə, 60 cürə fərş rəngi işlənir. Maşallah, əbrişəmdə də ki, lap qiyamətdir. Əbrişəm, bəli, əbrişəmdə ki, yox qiyamətdir. O məsələn əbrişəmdir mən boyamışam. Əbrişəmlə bu elə pəşmin rəngi kulli halətdə ikisi birdir. Həm pəşmə vururlar, həm əbrişəmə. Bəli. Onlar indi amma görürsən məsələn da o zaman ki bu zatlar vardı, ciyah rəhlər vardı. Ciyah rəhlər bir xatirə bir indi cənabıza dedim 4 dənə, 5 dənə rəngi məsələn cilim bağda və tənəvvü yox idi o halətdə. Xo'p, Hacı buyurun ki, kollən bu rəhlər
İranda təhiyyə olur ya xaricədən gəlir və kullən neçə növ məsələn در واقع bizim rəngimiz vardı. Bu rəhlər indi kulla əslində bəziləri vardı İranda dolu, Bəli. bəziləri var xaricdən gəlir. Aha. Ha. Məxsusən indi o zaman ki məsələn o rəhlər gəlirdi, bir xatirə təhrim indi o rəhlər yoxdur. Bir də Bəli. məsələn Almandan gəlirdi, Aha. Fransadan gəlirdi. Almandan bir də məsələn rəh gəlirdi, ənnabi deyirlər. Bəli, Ənnabi bəli, rəngi, ənnabi bəli. rəngi. Belə Elə amadə gəlirdi. Bəli, amadə gəlirdi. Çox da Tərkib eləmirdiniz onları. Onlar yox, tərkib eləmirdi. Onlar xalis vururdu. Bəli, onlar qəşəng, çox qəşəng. Amma indi biz İranda məsələn çox az, bir də məsələn qırmızı varımızdı, narıncı varımızdı. Bunlar məsələn İranda toxudurlar. Hə, ittifaqən indi də rəng onlar ki, xaricdən gəlirlər, Koreyadan gəlir, Aha. bir də Japondan gəlir. Bunlar çox bahadılar. Yuxarı. Yuxarı, bəli. Keyfiyyətlər də yuxarıdır. Keyfiyyətlər də çox Bəli. yuxarıdır, bəli. Çox Düzdür, bəli. yuxarıdır. Əslən imkanı rəh vermək zadə onun olmaz, yoxdur bəli. Təbii fəşdə hətta yusan Da da əslən bir-birinə bu qatışmaz. əslən qatışmaz. Düzdür, bəli. Düzdür, ha biz indi özümüz də elə o rəhlər ki, məsələn vardı vururuq, əslən qatışmaz. Aha. Qatışsa yəni kullən fərşin nəqşəsi Xarab körünə olar, də, bəli, düzdür, nəqşəsini körürlər. O keyfiyyətdən Düzdür. düşər bazara. Məxsusən sizin üçün işinizin در واقع irtibatı, məxsusən nəfis fəşlərindən irtibatınız var, bahalı fəşlərlə Bəli, irtibatınız var və bu bizim İranın da fərşi, məxsusən Xoyun da fərşi ki, واقعا زبانزد dünyadır, Bəli, İran bəli, və bəli. kل dünyadır. Məxsusən də ki, bilirsiniz fərşi mahi Xoy elə Xoyun adına yazılıb, Bəli, bəli. sənədi olubdur və hətta UNESCO da bunu به عنوان bir dənə در واقع مرکز تولید فرش tanıyıbdır. Buyurun ki, biz istəyək iplərimizdən, fəşlərimizdən qəşəng mühafizət eləyək. Necə olaydan sahab olsaq betərdir? Allah bir dəfə əvvəldə bir də məsələn fəşlərimizdən istehsab olaq, ha, rütubətli yerə qoymayacaq. Aha, Ha, bəli, rütubətli yerə qoymayacaq və bir də məsələn zadlar vardı, qorusular vardı ki, məsələn Bəli. o həşərələrdən Kimyəvi və qorusular, həşərətlərdən o da yayar, istiyə bətərdir. Bəli, istiyə bətərdir. Onlardan istifadə etsək fərşimiz Yayda dolardan. Cüz Bə- bəzi moqalə tütün səpərlər mən görmüşəm. Qədəm tütün səfərlər. Bəli, İndi aha. nəinki məsələn Həm bunlar tütün çıxıbdı. səpər. Bəli, bunlar çıxıbdı. Siz hələ görürsünüz tütün səpirlər ya qorsulardan istifadə olunur betərdir? Qorsular betərdir. Bəli. Çünki elə 2 dənə 3 dənə atsan fərşin arasına o bast olur, əslən fərş aradan getmir. İndi biz istəyirik bunu در واقع yadigar saxlayaq. Məsələn 50 il bundan sonra bunu görən şayad əslən bu şoğul kullan aradan gedib. Hər zat bəli. otomatik olub, hər zat Bəli, maşini olub bəli, elektronik və olub, bunlar bəli, به bəli. قول معوض olur. Amma nəsilهای qədimi bilərlər ki, nə zəhmətlər çəkilib, nə təlaşlar olub, nə fəaliyyətlər olubdu, bura yetişibdi. Nəsli ayəndiyə nə mənə, در واقع nəsli cavana sözsüz nə mənə, bu عنوان bir dənə pədər, bu عنوان bir dədiyə ki, zəhmət çəkisiz, به قول evizə halal çörək aparırsınız. Kullən buyurasınız ki, cavanlarımız gərək neyniyələr, ayəndəmiz gərək nəcür ola. Bizə istəyəsiz, 2 kəlmə deyəsiz, nə mənə buyurursunuz, zəhmətlə. Bizdə bu işi ki vardı bu sünnət işlər, cavanlardan xahiş olunur ki, bu işləri vaqəən zində saxlasınlar. Bu işlərin dalsıca hərçənd ki bir də məsələn o az nəzərə dəramədi zadı, Bəli. bir də məsələn yaxçı deyil. Munta bu sünnəti işlər saxlamaq qədimil əyyamdan bu cür necə ki bizlər saxlamışıq, bizlərdən də sonra cavanlar bu işləri Saxlana, zində saxlayırlar, bəli bunun nümunə ünvanında ki, sembol ünvanında əgər Bəli. qərar ola bir dənə muzey qeyirlənə və qoluma bir nəfər 50 il bundan sonra, 100 il bundan sonra gələndə baxanda ki, ağa Xoyda məsələn 150 il bundan qabaq, 200 il bundan qabaq məsələn belə bir sənətləri də var idi. Hətta orada bunun söhbəti ola və bir bəli. nümunə və asari Bəli, ola o görsənə ki, görsənə ki, bilələ nə var idi. bəli da bu cür işləri də vardı, bu cür işlər görürdülər. Cavanlarımıza tövsiyəm odur ki, ayəndələrinə bir umidlə baxalar. Bu işləri ki vardı, bunları da təqribən zində saxlayırlar. O cürdür. Bəli. Behterинləri arzulayırıq Sağ ki, olasın. məhəbbət elədiniz, bizlə həmrah oldunuz bu bərnaməmizlə və inşallah ki, həmişə şad olasınız. Bu təvanınızla, zəhmətinizlə bu hünəri hifz eləyibsiz və در واقع خوب xidmət eləyirsiniz həmşəhrilərimizə və həmvətənlərimizə. Cənab axırda bir ayrı söz söhbət Mən axırda sizdən çox təşəkkür edirəm. Vaqən zəhmət çəkirsiniz. Bu dölənisiz, bu cür işləri tapırsınız və
amil əsli bu işlərin qalmağı vaqəən sizlərsiniz. Lütfünüz var, Bəli, محبتiniz var. zəhmət Bizdə bu عنوان bu edilən ki, əlimizdən bu gəlir, bir dənə bu عنوان rəsanə, bu عنوان bu ki, eləyə bilirik, məsələn, bu videolarla hifz eləyək, əlimizdən gəldiyini در واقع gərək انجام verək və inşallah günə-gün olsun ki, در واقع biz bunları حداقل bu عنوان bir dənə xatirə, təsviri halətdə hifz eləyək. Mənim özümə bu məntəqə çox zadəvardı. Mən əvvəl, doqqum, sevum, çaharıma kimi bu mədrəsədə Bəli, qədimi mədrəsədir. Bəli. Əziz binəndələrimiz bu məntəqəyi در واقع دروازه سنگیدی یا دباخانه üstü idi ki, qədim zaman burada bir dərə var idi. Burada zadolardı, dərizad eləyəydilər və dəbbaq eləyəydilər və kulli zadı var idi buranın. Biz bura gəlib gedəydik. Vaqiyyət zaman keçir və hər nə mənə ki qalır xatirələrdir. İnşallah ki mən hamımıza can sağlığı arzulayıram. Günə-gün olsun ki xoyumuz o qədəm پیشرفت eləsin ki, در واقع hamımız bu xoyun پیشرفتindən xoşhal olaq, cavanlarımız, balalarımız, ayəndə sazlarımız günbə-gün پیشرفت eləsinlər və muvaffaq olsunlar. Hamımıza selamətlік arzulayıram. Ümidim vardır ki həmişə şad olasınız və selamet yaşayasınız. Əgər bu برنامهdən xoşunuz gəlsə, حتما videomuzu like eləyin, dostlarınızla paylaşın və علاقه از دوستا bu cür برنامه‌lərə ki biz adab, rüsum, sünnətlər və xoyun در واقع tarixindən, گذشتəsindən və آثار tarixisindən və bu məsail sünnətdən yad edirik. İnşallah kanalımızı subscribe eləyin. İran vibes-i tərk qoymayın. İntiqadınız, پیشنهادınız olsa حتما bizə yazın. İnşallah ki gələn برنامهdə bir ayrı şoğla aşina olacağıq və inşallah ki sağ və salamat. Təşəkkür Sağ olasınız, məmnunsunuz. Sağ olasınız, ayaqlarınız ağrımasın. Qədəmləriniz mübarək olsun. Aç. Bəli. Yox, böyük işləri onlarda görərik, bal işləri də bunlarda. Bir də məsələn, ip işi dəxillə, bir də məsələn, 10 kilo olur.